artıq xərçəngin ləğv edilməsi, çıxarılması əməliyyatı sadəcə dondurulma prosesi ilə olacaq. Bu və digər innovativ xəbərlərimizi izləmək üçün isə sona qədər bizə baxın. Bugün ən yeni araşdırmaların, ən yeni müalicələrin toplusunu hazırlamışıq. Birlikdə izləyəcəyik. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Təsəvvür eləyin ki, beyin şişi üçün artıq əməliyyat lazım olmayacaq. MRT-nin də nəzarəti ilə alimlər xərçəngi dondurub öldürəcəklər. Çox maraqlı, innovativ xəbərdir. Beynində xərçəng olanlar varsa, onlara da göndərin, ümidləri daha da artsın. Həqiqətən də tibb tarixində çox maraqlı və vacib hadisədir. Beyində xərçəng şişləri donduruldu. Böyük Britaniyanın Liverpool şəhərində yerləşən xəstəxanalardan birində beyin xərçənginin müalicəsində innovativ texnologiya tətbiq olunmağa başlayıb. Yeni metod maqnit rezonans tomoqrafiyasından yalnız diaqnostika üçün deyil, eyni zamanda müalicə məqsədi ilə istifadə edilməsini nəzərdə tutur. Texnologiya cərrahi müdaxiləyə ehtiyac olmadan bədxassəli beyin şişlərinin donduraraq məhv edilməsinə imkan yaradır. Metod nəzarət olunan kriomüalicəyə əsaslanır. Bu zaman şiş toxuması elə aşağı temperaturadək soyudulur ki, xərçəng hüceyrələri məhv olur. Proses MRT vasitəsilə real vaxt rejimində izlənilir və bu xüsusilə beynin həssas və çətin əl çatan nahiyələrində yüksək dəqiqlik və təhlükəsizlik təmin eləyir. Cərrahi kəsiklərin olmaması bərpa müddətini qısaldır, ağırlaşma riskini və ağrını minimuma endirir. Məlumata görə texnologiya daha əvvəl əməliyyat edilə bilməz hesab olunan şişlərə malik xəstələr üzərində uğurla sınaqdan keçirilib. Müalicə alan pasiyentlər həyat keyfiyyətinin yüksəldiyini, ağrı səviyyəsinin və psixoloji gərginliyinin azaldığını bildirib. Ölkəmiz beynəlxalq aləmdə daha bir uğurlu addım atıb. Bu dəfə isə nəşr sahəsində elmi jurnalımız olacaq. Bəli, beynəlxalq elmi məqalələrin toplusundan ibarət özəl bir jurnalımız olacaq. Baxaq görək hansı sahəyə aiddir və kimlər bu jurnalın ərsəyə gəlməsində əmək sərf ediblər. Azərbaycanın ilk beynəlxalq ingilis dilli jurnalı təqdim edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycanın ilk beynəlxalq ingilis dilli kardiologiya jurnalının rəsmi təqdimat mərasimi keçirilib. Journal of Heart Disease and Therapy artıq 3-cü nömrəsini təqdim edib. Jurnal Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənib və dövrü nəşriyyat siyahısına daxil olunub. Açılış mərasimində çıxış edən Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşova, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İradə Hüseynova tədbir iştirakçılarını salamlayaraq jurnalın əhəmiyyətindən danışıb. Bugün bizim bu arada toplanmağımız bizim jurnalımızın təqdimatı məqsədi ilədir. Amma bu sadəcə bir jurnal təqdimatı deyil. Eyni zamanda Azərbaycan kardiologiyasının tarixində yeni bir mərhələ deyə bilərik, yeni bir tarixi mərhələ deyə bilərik. Nəyə görə? Çünki bu Azərbaycan kardiologiyasının tarixində elmi düşüncənin, beynəlxalq əməkdaşlığın və akademik məsuliyyətin yeni bir mərhələyə çıxmağının bir rəmzidir. Bütün sahələri əhatə edən jurnalımız və eyni zamanda müasir dövrün tələblərindən biri olan süni intellektin tətbiqi və süni intellekt vasitəsilə idarə olunan tədqiqatların aparılması və bu sahədə siz qeyd elədiniz o maarifləndirmə ilə bağlı elə bilirik ki, bu həm maarifləndirmə sayəsində, həm də eləcə də tədqiqatların paylaşılması anlamında platforma olaraq ictimaiyyətdə və
elmi ictimaiyyətə çox böyük faydasını verəcəkdir. Bu Azərbaycan elminin, Azərbaycanda kardiologiya sahəsində aparılan elmi tədqiqatların beynəlxalq səviyyədə paylaşılması üçün bizim apardığımız registrlərin, apardığımız bütün tədqiqatların həm beynəlxalq redaksiya heyətinin və eləcə də rəyçilərin müzakirəsinə buraxmaq, eyni zamanda bizim doktorant və dissertantların, alimlərin, həm klinisistlərin bir araya gələn bir platformada olmasını təşkil etmək və eyni zamanda bizim ictimaiyyətin, elmi ictimaiyyətin kardiologiya ilə məşğul olan, xüsusilə də bunu qeyd etmək istəyirəm ki, elmlə məşğul olan həm gənclərin, həm digər daha akademik statuslu alimlərimizin elmi nəticələrinin çap olunduğu belə bir beynəlxalq jurnalın təqdimat mərasimi eləmək bizim üçün çox qürur verici və mənə elə gəlir ki, çox tarixi bir hadisədir və bu tarixi hadisədə iştirak edən bizim həm möhtəşəm, möhtərəm akademik alim heyətinə, həm beynəlxalq rəyçilərə, həm bizim beynəlxalq redaksiya heyətinə öz dərin təşəkkürümüzü bildiririk zaman sərf edib bura gəldikləri üçün və bu tarixi məqamı bizlərlə bölüşdükləri üçün. Tədbirdə həmçinin professor Alberico Katapon, professor doktor Ziviat Kipiani iştirak edərək jurnalın beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib və gələcək birgə layihələrin perspektivlərindən danışıb. Jurnalın təqdimatını həyata keçirən tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev 3-cü nömrənin məzmunu, aktual mövzuları və gələcək planları barədə geniş məlumat verib, beynəlxalq mütəxəssislərlə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Tədbir çərçivəsində jurnalın mövcud elmi nailiyyətləri, araşdırma sahələri və kardiologiya elminin inkişafına töhfəsi geniş şəkildə təqdim olunub. Alimlər hüceyrələri proqramlaşdırmağı öyrəniblər. Hüceyrələri proqramlaya bilirlərsə, çox halda bilirlərsə, heç yeriyə bilməyən insanı ayağa durmağa məcbur edə bilirlərsə, çox tezliklə alimlər yəqin ki, yeni bir insan da proqramlaşdıracaqlar ki, robotlar artıq buna doğru gedir. Amma bu məsələnin çox müsbət məqamlarından biri odur ki, əlil insanların hüceyrələri hər hansı bir yerimə və yaxud da bir funksiyanı idarə etməni əldən itiribsə, bacarmırlarsa, bu hüceyrə yeniləndirmə, cavanlaşdırma və yenidən proqramlaşdırma sayəsində demək olar ki, əlil insan qalmayacaq. Çox maraqlı xəbərdir, birlikdə baxaq. İnsan hüceyrələri yenidən proqramlaşdırılır. Yaponiyanın Keio Universitetinin alimləri regenerativ tibb sahəsində mühüm nailiyyət əldə edib. Aparılan klinik sınaqlarda tədqiqatçılar laboratoriyada yenidən proqramlaşdırılmış hüceyrələrindən sinir toxumasını bərpa etməyə qabiliyyətinə malik hüceyrələrdən istifadə edib. Bu hüceyrələr travmadan sonraki ilk həftələrdə onurğa beyni zədələnmiş xəstələrin zədələnmiş nahiyəsində implantasiya olunub. Hər bir pasiyentin onurğa beyninə təxminən 2 milyon proqramlaşdırılmış hüceyrəsi köçürülüb. İlkin nəticələr olduqca ümidvericidir. Xəstələrdə hissiyatın və əzələ nəzarətinin qismən bərpa olunduğu müşahidə edilib. Bəzi iştirakçılar hətta ayağa qalxaraq bir neçə addım ata bilib. Ən vacib məqamlardan biri isə ilk il ərzində ciddi yan təsirlərin qeydə alınmamasıdır. Bu da metodun təhlükəsizliyini təsdiqləyir. Alimlər vurğulayır ki, terapiya hələ eksperimental mərhələdədir və az saylı pasiyent üzərində sınaqdan keçirilib. Növbəti mərhələdə daha geniş miqyaslı klinik sınaqların aparılması planlaşdırılır. "25 illik əziyyətin nəticəsi". Alimlər düz 25 il onurğa beyninin zədələnməsini aradan qaldıran dərman hazırlayıblar və nəhayət bu il ərsəyə gətirə biliblər. Xəstəlikdən əziyyət çəkən hər kəsi təbrik edirəm, çünki artıq şəfanız çox daha rahat və asan olacaq. Onurğa beyni zədələnmələri üçün yeni dərman. Braziliyalı alimlər uzun illər davam edən elmi araşdırmalardan sonra ağır travmalardan onurğa beyni toxumasının bərpasına imkan verən yeni preparat hazırlayıb. Təxminən 25 il davam edən tədqiqatın nəticəsi kimi təqdim olunan bu yanaşma sinir liflərinin yenidən böyüməsini stimullaşdırmaq və sinir bərpasına mane olan çapıq toxumasını azaltmaq məqsədi daşıyır. Mütəxəssislərin məlumatına görə yeni terapiya aksonların regenerativ
regenerasiyasını gücləndirir və zədələnmiş sinir toxumasının bərpası üçün əlverişli mühit yaradır. Klinik öncəsi sınaqlar zamanı preparat tətbiq edilən heyvanlarda bir neçə həftə ərzində qismən motor funksiyalarının bərpa olunduğu müşahidə edilib. Dərman sinir toxumasının bərpasını yönləndirmək üçün bir neçə elmi yanaşmanı birləşdirir. Bura neyrotrofik faktorlar, kiçik molekullu birləşmələr və xüsusi bioloji dayaqlar daxildir. Bu kompleks yanaşma sinir hüceyrələrinin düzgün istiqamətdə inkişafına və funksional əlaqələrin yenidən formalaşmasına kömək edir. Hazırda preparatın təhlükəsizliyi və effektivliyini qiymətləndirmək məqsədi ilə insanlar üzərində tədqiqatlar davam etdirilir. Alimlər hesab edir ki, bu metod uğurla tətbiq olunarsa, milyonlarla insanın hərəkət qabiliyyətinin qismən və ya tam bərpasına imkan yarada, reabilitasiya tibbində yeni mərhələ aça və uzun müddətli baxıma olan ehtiyacı azalda bilər. Təsəvvür edin ki, 14 psixik xəstəliyin genetikası araşdırılıb və məlum olub ki, onların kökü eyni bioloji problemlərə dayanır. Yəni, hər hansı bir psixoloji xəstəlik, ruhi pozuntu, bunların hamısı fiziologiyada, bədəndə, biologiyada nəyəsə cavabdeh olan, nəyisə çatışmamazlığı və yaxud da artımıdır. Və bir çox təsnifatlarda, hətta fərqli bir-birinə aid olmayan xəstəliklərdə belə bu üzə çıxıb. Çox maraqlı bir diqqət çəkən məqamdır. Məncə mütləq baxın. Genetik tədqiqat 14 psixi pozuntunu birləşdirən əsas mexanizmləri üzə çıxarıb. Nature jurnalında dərc olunan geniş miqyaslı genetik araşdırma psixi pozuntuların düşündüyümüzdən daha çox ortaq bioloji əsaslara malik olduğunu göstərib. Psixiatrik Genomika Konsorsiumunun alimləri 14 psixi pozuntu üzrə genetik məlumatları analiz edərək riskin hansı hissəsinin ümumi, hansının isə spesifik olduğunu araşdırıb. Tədqiqat nəticəsində psixi pozuntuların genetik riskinin böyük hissəsini izah edən 5 əsas genetik faktor müəyyən edilib. Bu faktorlar ortaq hesabla hər bir pozuntunun irsi dəyişikliyinin təxminən 3/2-ni açıqlayır. Alimlər ən azı bir neçə pozuntu ilə əlaqəli 238 genetik lokus aşkarlayıb. Onlardan 27-si isə bir neçə faktorla ortaq olub. Xüsusilə də depressiya, təşviş və posttravmatik stres pozuntusu arasında güclü genetik oxşarlıqlar müşahidə edilib. Şizofreniya ilə bipolyar pozuntu da eyni qrupa yaxın olub. Araşdırma göstərir ki, mövcud simptomlara əsaslanan diaqnostika psixi xəstəliklərin bioloji mahiyyətini tam əks etdirmir. Mütəxəssislər bu nəticələrin gələcəkdə daha dəqiq, biologiyaya əsaslanan psixiatrik təsnifatların və müalicə üsullarının hazırlanmasına töhfə verəcəyini bildirir. İdman və qida ən çox araşdırılan məqamlardan biridir. İnsan idmandan əvvəl nə yeməlidir və sonra? Ən vacibi isə nə qədər? Sualların cavabı isə süjetdə. Yüksək intensivli məşqlər zamanı qidalanma stresə necə təsir eləyir? Yüksək intensivlikli interval məşqləri zamanı və sonrasında qidalanma oksidativ stres səviyyəsinə birbaşa təsir göstərir. Viyana Universitetinin alimləri tərəfindən aparılan yeni elmi araşdırma göstərib ki, karbohidrat və polinifenol tərkibli qidalar orqanizmin fiziki yüklənməyə reaksiyasını fərqli mərhələdə müxtəlif cür tənzimləyir. Araşdırma Antioxidants elmi jurnalında dərc edilib. Tədqiqatda 19-33 yaş aralığında olan, fiziki cəhətdən aktiv olmayan sağlam qadınlar iştirak edib. İştirakçılar ac qarına yüksək intensivlikli məşqdən əvvəl karbohidratla zəngin qidalar, polifenol tərkibli məhsullar və ya sadəcə su qəbul ediblər. Araşdırmanın nəticələrinə əsasən məşqdən əvvəl qəbul edilən karbohidratlı qidalar məşq zamanı yaranan reaktiv oksigen növlərinin səviyyəsini azaltmağa meyilli olub və oksidativ yükün artımını zəiflədib. Polifenol tərkibli qidalar isə məşq zamanı deyil, əsasən bərpa mərhələsində oksidativ stressin azalmasına daha təsirli olub. Alimlər bildiriblər ki, bu nəticələr fiziki aktivlik zamanı qidalanma strategiyasının məşqin mərhələsinə uyğun seçilməsinin vacibliyini göstərir. Karbohidratlar yüklənmə anından qoruyucu rol oynaya, polifenollar isə bərpa prosesini sürətləndirə bilər. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.